Bismillahirrahmanirrahim. Əziz izləyicilər, sizə Uca Allahın insanlar içində ucaltdığı Əhl-i Beyti aşağılayan bəzi rəvayət və alimlərin sözlərini nəql etmişdim. Bu gün də həmin məsələyə toxunacağam Allahın izni ilə. İlk olaraq mən Uca Allaha şahid gətirirəm ki, bu mövzulara toxunmaqla əlbəttə ki, heç bir kəsin xətrinə dəymək istəmirəm. Əlbəttə ki, bu elmi mövzulardır, söhbətlərdir, iradlardır, bildiririk. Digər tərəf 10 illərdir məscidlərdə, hər yerlərdə şər olaraq, böhtan olaraq güya iradlar bildirib, ittihamlar eləyib. Biz isə haqq olanı deyirik, ittiham eləmirik, şər atmırıq, böhtan atmırıq, olanı deyirik. Və çox qəribədir ki, bununla belə, misal üçün, mən nəqillər eləyirəm ki, Fars alimləri filan şey deyib Əhl-i Beyt haqqında. Əlbəttə ki, Fars dedikdə millət söhbət eləmirəm. Çünki İslamda millət söhbəti yoxdur. Hər millətin yaxşısı pis ola bilər. Düzdür, bəzi millətlər var ki, daha çox pisliyi ilə, yaxşılığı ilə fərqlənə bilirlər, amma ümumən və əsasən də siyasətlərdir ki, biraz təəssüflər olsun ki, millətlər arasında ikitərəliyi yaradır. Mən Fars alimlərinin Əhl-i Beyti aşağılayan, istər hədis rəvayətlərini, güya imamlar adından və yaxud imamlara deyilən, imamlar arasında olan və yaxud da ki, Fars alimlərinin Əhl-i Beytə aid dedikləri, onları aşağılayan sözləri nəql edəndə, bəziləri demək əvəzinə ki, bunu niyə belə deyiblər, niyə elə deyiblər, səhv deyiblər, başlayırlar, yazırlar ki, Allah Əhl-i Beyt düşmənlərinə lənət eləsin. Əlbəttə ki, Əhl-i Beyt düşməninə Allahın lənəti olsun. Bunu sözsüz ki, hər bir müsəlman qəbul etməlidir. Lakin məgər demək ki, Fatimə Əlinin paltarından tutdu, atama səni şikayət eləyəcəm dedi, filan hərəkət elədi, filan söz dedi, Əlinin üstünə qışqırdı və s. Bunlar məgər Əhl-i Beyti sevmək sayılırmı? Əhl-i Beyti aşağılamaq sayılmırmı? Siz gərək bir dinləyici olaraq bu şeylərə baxıb anlayasınız ki, doğrudan da iddia eləyənlər Əhl-i Beyti sevirlər, yoxsa sevmirlər. Hələ indi danışacağım digər bir rəvayətə də nəzər salaq. Güya Fatimə anamız deyir, Vallahi, ləin ləm təkuffə anhu ləənşurannə şə'ri və ləəşuqqannə ceybi. And olsun Allaha, ondan, yəni Əlidən, əl çəkməsən, saçımı açıb tökəcəm, yaxamı cıracam və atamın qəbrinin yanına gedəcəm. Bunu Şeyx Müfid Əl-İxtisas kitabı 186-cı səhifə, Əlləmə Məclisi 28-ci cild 228-ci səhifə, Abbas Qummi Beytul Əhsən kitabı, Qəm evi kitabı səhifə 111-ci səhifədə qeyd etmiş. Baxın, əziz müsəlmanlar, bu sözləri saçımı açıb tökəcəm, yaxamı cıracam və s. demək adi bir müsəlman xanımına yaraşmaz. Qaldı ki, cənnət qadınlarının xanımı olan həyalı, tərbiyəli, imanlı, səbirli Fatimə anamız deyə ki, saçımı açıb tökərəm, yaxamı cıraram və s. Əlbəttə ki, bu hiss olunur ki, müsəlman tərbiyəsi görməyən bir kəsin uydurduğu bir rəvayətdir ki, ateşpərəst, hindul rəvayəti, nə rəvayəti bilmirik ki, onlarda ola bilsin ki, kimsə başına müsibət gələndə yaxasını cırır, saçını açıb tökür, üzün cırır. Amma Allaha şükür ki, müsəlmanlarda Əhl-i Beyt içində belə bir tərbiyəyə, əxlaqa sahib olan olmamışdır. Digər bir tərəfdən, biz bu şiə rəvayətlərinə baxanda elə hiss edirik ki, möminlərin əmri, igid İmam Əli çox qorxaq biri olub, onun müdafiəsində yalnız həyat yoldaşı İncə xanım durub, bu isə susub, heç bir cavab verməyib, yalnız bunun müdafiəsində xanımı durmuşdur. Və xanımı gedib kişilərlə qol-boyun olub, yaxasından tutur birinin üzünə vurur, birinə neyniyir. Möminlərin əmri İgid Əli isə evdə oturub, səssiz dinməz, bu şeyləri seyr edir. Məgər Əhl-i Beyti sevənlər bu kimi yalanları yayarmı heç? Əziz izləyicilər, bilin ki, Əhl-i Beytə bu cür yaraşmaz əməlləri, hərəkətləri, sözləri yaraşdıranlar özləri həm müsəlmanları parçalayırlar, bilərəkdən ya bilmərəkdən, həm də ki, yaxşıca ticarət, biznes qurur. Sıxdılar o divarla arasında. Məhz Həzrət Əli əleyhissalamı boynuna doladılar, şərflə sürüdülər, çıxartdılar ki, orada ki, sən beyyət etməlisən. Lakin çox qəribədir ki, əziz izləyicilər buna diqqətlə baxsınlar, dinləsinlər. Qəm evi kitabını Abbas Qumminin Beytul Əhzən
Qəm evi kitabını bizdə Azərbaycanca tərcümə ediblər. Lakin orada bilərəkdən tərcümədə gizlədiblər o yeri ki, burada deyilir: "Lə'ənşurannə şa'ri və lə'əşuqqannə ceybi." Saçımı açıb tökəcəm. Bunu biraz mədəni formada eləyib tərcümə ediblər. "Və lə'əşuqqannə ceybi." Və and olsun Allaha ki, yaxamı da cıracam. Bu yeri bizim ölkəmizdə tərcümə eləyən kəs dəfələrlə bunun nüsxəsini tərcümə eləyib, çap eləyib, paylayıb. Həmin o kəs ki, adı Ceyhun Cəfərovdur. Lakin bu yeri, yaxamı cıracam yerini gizlədib, tərcümə etməyib. Əgər gizlədirdinizsə, gərək bu yerdə gizlədərdin ki, başımı açacam dediyi yeri gizlədərdin. Çünki Fatimə kimi insana başımı açacam və s. kimi sözlər deyib, nalə eləmək əlbəttə ki, yaraşmır. Dediyim kimi, burada qeyri-müsəlmanların adət-ənənəsi gizlənmişdir ki, o da açıq-aydın özünü büruzə verir. Dediyim kimi, özü də burada başımı açacam demir, saçımı açıb tökəcəm, saçımı açacam deyir. Bu tərcümə eləyən də güya mədəni olsun deyə öz gülünc rəvayətini özünə gülməli gəlib, yaxamı cıracam yeri gizlətdiyi kimi, saçımı da açıb tökəcəm yerinə, başımı açacam kimi rəvayət eləyib və mən də bunu qeyd elədim ki, bu kimi xalqımıza tərcümə edilən kitablarda nə qədər mən misallar çəkə bilərəm ki, bilərəkdən ya elə bilərəkdən gizlədib həmin gülməli yerləri tərcümə eləmirlər ki, xalqımızın içində olan ağıllı insanlar, ağıllı şişələr başa düşər və deyərlər ki, bu nə tərcümədir, yaxamı cıracam nədir? Ona görə də sizlər bilərəkdən bu gülünc yerləri utanaraq və yaxud da elə utanmayaraq kəsib gizlədirsiniz ki, tərcümə etmirsiniz ki, ağıllı xalqımız sizin bu gülməli rəvayətlərinizə, fətvalarınıza, hədislərinizə irad bildirməz. Heç olmasa bundan sonra nəyisə tərcümə eləyəndə gizlətməyin, olduğu kimi tərcümə eləyin, qoy xalqımız da bilsin ki, sizin kitabların içində nə var, nə yoxdur. Quranın haqq olduğu onlara aydın olsun deyə biz öz dəlillərimizi onlara həm üfüqlərdə, həm də onların özlərində göstərəcəyik. Məyər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? Fusilət surəsi 53-cü ayə. Bütün kainatın yaradıcısı olan Uca Allahın varlığının, Məhəmməd Peyğəmbərin, Allahın ona salavat və salamı olsun, haqq Peyğəmbər olduğunun, Quran-ı Kərimin həqiqətən də Allah Taala tərəfindən göndərildiyinin elmi dəlil və kəşflərlə sübutunu Quran Möcüzələri.az saytında görə bilərsiniz.